Qoç bürcü, günün ilk yarısında xoş sürprizlər mümkündür. İş üçün əla vaxtdır, lakin müsbət tendensiyaların təsiri həyatın digər sahələrində də nəzərə çarpacaq. Qoç bürcünün sahibkarları gəlirli sövdələşmələr bağlamaq şansı əldə edəcəklər. Xidmət sektorunda çalışanlar isə yaxın gələcəkdə gəlirlərini necə artıracaqlarını anlayacaqlar. Gözlənilməz, lakin çox cazibədar işgüzar təkliflər ehtimal olunur və onları nəzərdən keçirməyə dəyər. Onlarla dərhal razılaşmasanız belə, bir az sonra səmərəli əməkdaşlığa başlamaq imkanınız olacaq. Günün ortasında faydalı bir şey öyrənmək və ya tezliklə işə yarayacaq bir şey kəşf etmək imkanınız olacaq. Heç nə əldən verməməyə çalışacaqsınız və tez bir zamanda çox şey götürəcəksiniz. Axşam nə qədər yaxın olsa, özünüzü bir o qədər sakit və inamlı hiss edəcəksiniz və emosional vəziyyətiniz bir o qədər ahəngdar olacaq. Romantik görüşə getdiyinizə və ya sevdiyiniz insanı sevindirməyə çalışdığınıza görə peşman olmayacaqsınız. Boğa bürcü. Günün başlanğıcı uzaqdan ümidverici xəbərlər, ruhlandırıcı xəbərlər gətirəcək. Ola bilsin ki, onlar maraqlı fikirlər alovlandırsınlar. Son zamanlar özündən şübhələnən və yollarında ilişib qalan Boğa bürcü yeni uzun müddətli planların ortaya çıxdığını tapa bilər. İşgüzar danışıqlar yaxşı keçəcək və ümumilikdə işlə bağlı məsələlərin müzakirəsi çox faydalı olacaq. Bu yaxınlarda həmkarları və rəhbərliklə ünsiyyətdə çətinlik çəkənlər yollarını düzəldə biləcəklər. Günün ortası maliyyə məsələlərini həll etmək, həmçinin sənədləşmə işlərini tamamlamaq və dövlət qurumları ilə iş üçün münasibdir. Əgər əvvəllər hər hansı bürokratik maneə ilə qarşılaşmısınızsa, onları aradan qaldırmağın bir yolunu tapacaqsınız. Axşam saatlarında dincəlmək və enerji toplamaq imkanınız olacaq. Siz həmçinin nəzərə çarpacaq təsir göstərəcək bəzi sağlamlıq müalicələrini sınaya bilərsiniz. Kiçik alışlar mümkündür. Paltar, zərgərlik və aksesuarlar yaxşı seçimdir. Əkizlər bürcü. Çətin ki, günün əvvəlində müəyyən narahatlıqlardan qaça biləsiniz. Xüsusilə hədəflərə doğru sürətlə irəliləməyə vərdiş edən və səbri olmayan əkizlər üçün bu olduqca çətin bir dövr olacaq. İşdə gecikmələr ola bilər və onlar başqalarının səhvləri və ya diqqətsizliyi səbəbindən yarana bilər. Çətin ki, vəziyyəti kökündən dəyişə biləsiniz. Ona görə də vəziyyətə fəlsəfi yanaşmağa çalışın. Hər halda çox üzülməyə ehtiyac yoxdur. Çünki vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. Günortaya yaxın uzaqdan gələn xəbərlərdən məmnun qalacaqsınız. Bu həm də köhnə dostlarınızla danışmaq və ya bəyəndiyiniz birini görmək imkanı verəcək. Gözlənilməz hədiyyələr və pul daxil olmaları da mümkündür. Axşam saatlarında çox güman ki, dincəlmək istəyəcəksiniz və bəzi əkizlər təklikdə vaxt keçirməyə ehtiyac duyacaqlar. Yaxşı olar ki, bu zaman üçün heç bir yorucu fəaliyyət planlaşdırma. Əyləncəyə gedirsinizsə, orada çox qalmamağa çalışın. Şir bürcü. Başqaları ilə anlaşmaq, danışıqlar aparmaq və kompromis əldə etmək bacarığınızdan çox şey asılı olacaq. Xüsusilə heç kimdən asılı olmayan müstəqil hərəkət etməyə öyrəşmiş şirlər üçün bu asan olmayacaq. Bugün öz səyləriniz məqsədlərinizə çatmaq üçün kifayət etməyə bilər. Çox güman ki, köməkçilərə və müttəfiqlərə ehtiyacınız olacaq. Çox güman ki, bəzi vacib tapşırıqların öhdəsindən gəlməli olacaqsınız və dəstəyə ehtiyacınız olduğunu nə qədər tez başa düşsəniz, bir o qədər yaxşıdır. İşdə təşəbbüs göstərə, fikir mübadiləsi edə, yeni layihələr təklif edə bilərsiniz. Bununla belə, planlarınızın dərhal təsdiqlənməyəcəyinə hazır olun. Onlar əvvəlcədən hazırlanmalı olan uzun izahatlar və inandırıcı arqumentlər tələb edə bilərlər. Şir bürcünü sevənləri. Eləcə də bugün ilk görüşə gedənləri xoş sürprizlər gözləyir. Xüsusilə romantik bir atmosfer yaranır. Hətta münasibətlərinizdə təşəbbüsü ələ almaq və hisslərinizi etiraf etmək istəyini də hiss edə bilərsiniz. Həçəng bürcü. Gün çoxlu sürprizlər, gərgin anlar və həll etməli olduğunuz qeyri-müəyyən vəziyyətlər gətirəcək. İş həyatınızda gözlənilməz dəyişikliklər və planlarınızı əhəmiyyətli dərəcədə tənzimləməyə və ya prioritetlərinizi yenidən prioritetləşdirməyə məcbur edəcək gözlənilməz hadisələr də mümkündür. Əvvəlcə özünüzü kifayət qədər etibarsız hiss edəcəksiniz və hətta ən təsirli xərçənglər də narahatlıqla məğlub ola bilər. Ancaq çox keçmədən intuisiyanız sizə yaxşılığa doğru dəyişikliyin az qala yaxın olduğunu söyləyəcək.
Bu da səhv olmayacaq. İşdə mövqelərinizi möhkəmləndirmək, maliyyə məsələlərini həll etmək və işgüzar münasibətləri yaxşılaşdırmaq imkanınız olacaq. Biraz sonra dostlarla görüşə biləcəksiniz. Birlikdə maraqlı tədbirlərdə iştirak etsəniz, gözəl vaxt keçirəcəksiniz. Həddindən artıq gərginlikdən qaçmağa çalışsanız, axşam yaxşı keçəcək. Bu zaman hətta uzun-uzadı söhbətlər də yorucu ola bilər. Xüsusən də ciddi məsələlərlə bağlı olarsa. Zövq aldığınız bir şeyi etməklə enerji doldurmaq imkanınız olduğundan əmin olun. Qız bürcü, bugün iş və digər faydalı işlər üçün əladır. Siz əhəmiyyətli irəliləyiş əldə edəcəksiniz və əvvəllər məqsədlərinizə çatmağınıza mane olan maneələri dəf edəcəksiniz. Mümkündür ki, adi olanlarınıza tamamilə yeni çağırışlar əlavə olunacaq və siz onları mənimsəməyi tez öyrənməli olacaqsınız. Yaxınlıqda məsləhətləşə biləcəyiniz, təcrübəsi faydalı ola biləcək insanların olması çox rahatdır. Rəhbərlik və ya biznes qeyri-rəsmi şəraitdə ünsiyyət qurmaq imkanınız olacaq ki, bu da münasibətlərinizə fayda verəcək. Özünüzü gözlənilməz şəkildə göstərəcəksiniz. Hətta əvvəllər sizi qiymətləndirməyənlərdə də çox xoş təəssürat yaradacaqsınız. Bugün nə edirsinizsə edin, unutmayın ki, etdiyiniz və dediyiniz hər şey həmişəkindən daha çox diqqəti cəlb edəcək. Tələsit hərəkətlərinizin və ya bəyanatlarınızın uzun müddət müzakirə mövzusuna çevrilməsini istəmirsinizsə, daha diqqətli olmağa çalışın. Sevdiyiniz insanla vaxt keçirməkdən zövq alacaqsınız. Onların dəstəyini yenidən hiss edəcəksiniz və bu sizə inam və rahatlıq verəcək. Tərəzi birci, işə qoymağa hazır olun. Gün yeni vəzifələr və narahatlıqlar gətirəcək və bir çox tərəzilər əvvəlcə nə ilə məşğul olacağını dərhal başa düşməyəcəklər. Bəzi şeylər daha asan, digərləri daha çətin olacaq. Amma ümumilikdə ulduzlar sizin tərəfinizdə olacaq və uğurunuza şübhə etmək üçün heç bir səbəbiniz olmayacaq. İntuisiyanız sizə nə vaxt adi üsullarınıza sadiq qalacağınızı və nə vaxt yeni bir şey icad edəcəyinizi söyləyəcək. Bir çox təcrübələr, xüsusən də peşəkar sahədə uğurlu olacaqdır. Mümkündür ki, həmkarlarınızı və rəhbərliyinizi çaşdıran problemlərin həlli yollarını tapa bilərsiniz. Maliyyə baxımından gün əlverişli olacaq. Pul vəsaitlərinin daxil olması mümkündür. Sərfəli alış və sövdələşmələr mümkündür. Lakin böyük məbləğlərlə məşğul olanda ehtiyatlı davranın və gün kredit götürmək üçün münasib deyil. Yaxınlarınızla fikir ayrılıqları mümkündür və bəzi tərəzilər dostlarla anlaşmaqda çətinlik çəkəcəklər. Soyuqqanlılığı qorumağa çalışın. Sakit və konstruktiv rəftarla məsələləri tez həll etməyin mümkün olduğunu görəcəksiniz. Əqrəb bürcü, sizi gərgin və kifayət qədər yorucu bir gün gözləyir. Nə edəcəyiniz dərhal bəlli olmayacaq və səhər saatlarında məlumat çatışmazlığı səbəbindən bəzi əqrəblər uğursuz səhvlər edə bilərlər. Bu müddət ərzində tələsik əsas qərarlar verməmək və ümumiyyətlə həmişəkindən daha ehtiyatlı davranmaq daha yaxşıdır. Bununla belə, bu çətin dövrü gözləmək çətin bir seçimdir. Çünki yerinə yetirməli olduğunuz çox şey olacaq və bütün işləri təxirə salmaq olmaz. Buna görə də lazımsız təlaşdan qaçaraq, hələ yaxşı tanımadığınız insanlara çox güvənməməyə çalışaraq irəli getməyə çalışın. Günorta bir çox suallara cavab verəcək, əhvalınız yaxşılaşacaq. Bu zaman dostlar və yaxınlarınızla ünsiyyət, ailə hadisələri və tariflər üçün çox əlverişli olacaq. Qısa romantik qaçışlar. Portəbii və ya sadəcə olaraq çox yaxşı təşkil olunmasa belə xoş olacaq. Axşam hisslərinizi etiraf etmək və sevdiyiniz insanla ortaq planları müzakirə etmək üçün əlverişli zamandır. Oğatan bürcü, nə qədər ehtiyatlı davransanız, gününüz bir o qədər uğurlu keçəcək. Ehtiyatlılıq biznesdə xüsusilə vacib olacaq. Risk almağa hazır olduğunuzu bilən insanlar sizi etibarsız və hətta təhlükəli layihələrə cəlb etməyə çalışaraq cazibədar təkliflər verə bilər. Yeni tanışları onların sözü ilə qəbul etməyin. Hətta çoxdankı müttəfiqlər də xoşagəlməz vəziyyətlərə görə sizi ruhdan sala bilər. Buna görə də güclü tərəflərinizi mümkün qədər obyektiv qiymətləndirməyə çalışın və yalnız onlara etibar edin. Bu yanaşma sizə uğur qazanmağa kömək edəcək. Şəxsi münasibətlər həmişə rahat olmayacaq. Ən emosional oxatanlar sevdikləri ilə həmişəkindən daha tez-tez mübahisə edə bilər, onlarla razılaşmayan hər kəsə qəzəblənirlər. Qısqanclıq və şübhələr də sevdiyiniz insanla münasibətinizi bulandıra bilər. Unutmayın ki, hər hansı bir anlaşılmazlıq olarsa, onu böyütməzdən əvvəl mümkün qədər tez həll etmək vacibdir.
Açıklığınız, birbaşa danışmak bacarınız ve çekinmeden narahat suallar vermek bacarınız burada çox faydalı olacaq. Oğlaq Dürcü, ən aktual peşəkar problemlərinizi həll etmək üçün ulduzların dəstəyindən yararlanın. İş nöqteyi nəzərindən bu, inkişaf üçün imkanlar açan əlverişli gündür. Uzun müddətdir davam edən problemi həll etmək və ya mühüm işdə necə uğur qazanacağınızı anlamaq şansınız olacaq. Amma ən əsası bu olmayacaq. Bu çətin görünən hər şeyin öhdəsindən gəldiyiniz əsl həvəsdir. Ətrafınızdakılara toxunacaq və çoxları sizə dəstək olmaq istəyəcək. Oğlaqlar təkcə yeni müttəfiqlər deyil, həm də həqiqi dostlar qazana bilərlər. İş yerində romantik əlaqələr də mümkündür. Bununla belə, hər şeyi kələsdirməmək daha yaxşıdır. İstədiyinizdən biraz daha yavaş inkişaf etsinlər. Bu şübhəsiz ki, əlaqələrinizə fayda verəcəkdir. Emosional qeyri-sabitlik yarana bilər və bu hətta ən həssas oğlaqların əhvalına təsir edəcək. Onlar həmişəkindən daha tez-tez əsəbiləşə, şərhlərə kəskin reaksiya verə, hətta bəzən yaxınları ilə mübahisələrə səbəb ola bilərlər. Vəziyyətinizə diqqət yetirin və daha yaxşı hiss etmək üçün nəyə ehtiyacınız olduğunu düşünün. Dolça Bürcü, bugün soyuqqanlılığınızı qorumaq həmişəkindən daha çətin olacaq. Bir çox dolçalar hər hansı bir hadisəyə sərt reaksiya verəcək, əks halda görməməzlikdən gəlməyəcəkləri şeyləri ürəkdən qəbul edəcəklər. Çaşqınlıq, qeyri-müəyyənlik və şübhə işə diqqəti cəmləməyi çətinləşdirəcək. Bəzi dolçalar asanlıqla idarə edə biləcəkləri səhvlər etmək riskini daşıyırlar. Xəyal qurmadan və ya illüziyalara qapılmadan vəziyyəti obyektiv qiymətləndirməyə çalışanlar üçün işlər bir qədər asanlaşacaq. Yetkin dolçalar təcrübədən faydalanacaqlar. Gənc dolçalar isə məsləhət və dəstək üçün yaşlı dostlara və ya qohumlara müraciət etməkdən faydalana bilərlər. Bəzi xoş ailə hadisələri və yaxınlarınızla bağlı xoş xəbərlər mümkündür. Gün şəhərdən kənardan gələn köhnə dostlar və qohumlarla görüşmək üçün münasibdir. Romantik görüşlər də məyus olmayacaq. Xüsusən də qeyri-adi bir yer seçsəniz və ya həm sizi, həm də tərəfdaşınızı cəlb edən fəaliyyət tapsanız. Balıqlar Bürcü, bugün çətin ki, sizi narahat etmək üçün ciddi səbəb gətirsin. Müsbət tendensiyalar üstünlük təşkil edəcək. Mümkündür ki, bəzi mürəkkəb layihələri uğurla başa vura və ya təşkilati və inzibati məsələləri həll edəsiniz. Sənədləri doldurmaq və ya dövlət qurumları ilə əlaqə saxlamaq üçün ən yaxşı gün deyil. Ancaq təcili olmayan işlərlə məşğul olursunuzsa, bunu edə bilərsiniz. Bugün tamamlamalı olduğunuz bir neçə kiçik işiniz olsa da, dincəlmək və dostlarınız və ailənizlə ünsiyyətdən həzz almaq üçün hələ də çox vaxtınız olacaq. Qarşıdan gələn il üçün yeni ideyalar və ümumi planları müzakirə edə bilərsiniz. Dərhal tədbir görməyə ehtiyac yoxdur. Bunun üçün uyğun vaxt biraz sonra gələcək. Xoşbəxt təsadüflər, xoş sürprizlər və kiçik pul vəsaitləri daxil ola bilər. Gün kiçik alış-veriş etmək və yaxınlarınız üçün hədiyyələr almaq üçün münasibdir. Bununla belə, kredit üçün müraciət etmək və ya borc götürmək məsləhət görülmür.